Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Media Türk TV izləyiciləri, gündəm masada verilişi ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Hər zaman olduğu kimi ən vacib hadisələri, gərgin gedişata dair baş verənləri müzakirə etməyə çalışacağıq. İlk saniyələrdənsə daimi tamaşaçılarımızı, ənənəvi ricamızı xatırladırıq. Yayımızı bəyənin, kanalımıza abunə olmamışsınızsa abunə olmağı da unutmayın ki, müzakirə edəcəyimiz mövzuları vacib məhz gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bu saat olan buraxılışımızda isə dəyərli qonağımız, tanınmış Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə bizimlə birlikdə canlı bağlantılı olacaq. Hər vaxtınız xeyir olsun. Salamlayırıq sizi Əjdər bəy. Gördük Sayın Heydər bəy. Təşəkkür edirəm. Çox təşəkkür edirik biz də ki, bu canlı yayımızda iştirak edirsiniz və xüsusilə də bugünkü verilişimiz çox əlamətdar, tarixi xüsusi bir günə təsadüf edir. Bugün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ili tamam olmaqdadır. Azərbaycan belə deyək, Xalq Cümhuriyyətinin yaranmasında böyük görkəmli tarixi şəxsiyyətlərimiz, ictimai siyasi xadimlər Məhəmməd Əmin Rəsulzadə və onun yol yoldaşları, əqidədaşları bu məsələdə çox böyük işlər gördülər və zamanında Əli Mərdanboy Topçubaşov, Nəsib bəy Yusif bəyli, Fətəli Xanxoyski və digər görkəmli simalarımızın böyük bir əziyyətləri, qətiyyətləri və göstərmiş olduqları tarixi hadisələrin nəticəsində, fəaliyyətlərin sonunda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, amma onun cəmi 23 aylıq biz dövrünü görə bildik. Bu da əbəs yerə deyil, çünki tarixin müxtəlif dönəmlərində olduğu kimi yenə də yeni yaranmaqda olan Sovetlər Birliyi də Cümhuriyyətimizin daha uzun ömürlü olmasına imkan vermədi və bunun qarşısı alındı. Daha sonra isə Cümhuriyyət irsini yaşadanlar bizim görkəmli tarixi şəxsiyyətlərimiz və digər, təbii ki, bu baxımdan hərəkatlarda iştirak edən insanlarımızın fədakarlığı sayəsində xalq hərəkatı ardınca da 20 yanvar hadisələri bizi yenidən müstəqilliyimizə qovuşdura bildi və ümumi lider Heydər Əliyevin hakimiyyətə gəlişi isə bu müstəqilliyi daha da möhkəmləndirdi və onun ən yüksək zirvələrə isə gəlib çatmasını Prezident Əliyevin fəaliyyətləri dövründə biz gördük. Torpaqlarımız işğaldan azad olundu. Təbii ki, bugün də sizin də deyəcək sözləriniz olacaq. Qısa olaraq fikirlərinizi öyrənəcək, amma daha sonra isə təbii ki, region və dünya yenə də çalxalanmaqda, silkələnməkdə davam edir. İrana ağır zərbələr indirilir, Amerika Birləşmiş Ştatları hücuma başlayıb. Bugün üçün bizi bir çox ətrafımızda, regionda baş verən hadisələrə diqqət etdikdə yenə də çətin dönəmlər, çətin günlər, zamanlar gözləyə bilər. Çünki təhlükələr hələ keçməyib, İranda müharibə var, Rusiyanın təhdidləri var və bunların, bu baş verən hadisələrin Azərbaycana təsirləri necə ola bilər? Təbii ki, müstəqillik günündə bu mövzular da çox vacibdir. Buyurun Əjdər bəy, söz sizdədir. Teşekkür ederim Heydər bəy. Bu günü, şanlı günü Azərbaycan türklərinə, Azərbaycanlılara, Azərbaycan dövlətinə və millətimizə, bunun zənginindən, fakirindən, bunun çeşidli etniklərindən olmasına baxmayaraq hamısını mən də təbrik edirəm. Qutlu olsun bu bayram bizə. Baxmayaraq ki, dünyada da desələr də, belə də olsa da, ay burada Qafqazlarda bir kiçik dövlət yox, böyük dövlət, birincilərdən olduq biz. Biz quzeyli, güneyli bütün Azərbaycanı cumhuriyyət gətirdik bura. Bura cumhuriyyətçilik, parlamentarizm, dünyəviçilik, yəni sekularçılıq hələ bu gün dillərə düşüb. İnsan haqları, qadın haqları, çoxunçuluq, tolerançılıq, pluralizm və hər tərəfli orada demək ki, 108 il bundan öncə kimsə inanmazdı. Hələ Asiyanın çox böyük, Asiya küllən yuxuda idi. Ay təhsə İslam dünyasında belə deyil. Dünyada o gün cumhuriyyət deməklə və onu doğrudan da hər tərəfli siz də söylədiniz. Ay bir tərəfdə demək ki, Ali Mərdan bəy, bir tərəfdə Fətəli Xanxoyli, bir tərəfdə Ağoğlu və bir tərəfdə belə Yusuf bəy və çeşidli şəxsiyyətlər və bir tərəfdə Məhəmməd Əmin bəy Rəsulzadə, bunların bir-birinə fikir ayrılığı var. Amma dövlətə gələndə, Azərbaycana gələndə birlikdə hərəkət edirlər. Mehmandarov, ondan sonra başqa adamlar. Təhsə bu demək olar ki, indi Məhəmməd Əmin bəy Rəsulzadənin ismi adi hər zaman çəkilir. Amma burada minlərcə, 10 minlərcə Azərbaycanlı, Azərbaycan türkü iştirak ediblər, şəhid olublar, cəlayi vətən olublar. Argentinalara edib çıxıblar. Polşiyada, döyüşə, Türkiyədə. Cumhuriyyətin demək ki, siz də söylədiniz, bolşevik kommunistlərin əli ilə, bu cinayətkarların əli ilə
nazistlər bu işləri yapmadılar ki, bunlar Azərbaycanda, Qafqazlarda və demək Sovetlər tərkibində olan isarətə alınmış millətlərə qarşı etdilər. Amma Azərbaycana qarşı ən böyük cinayətləri Rus kommunistləri, bu sosial şovinistlər, bu emperyalistlər, işğalçılar elədilər. Hər zaman soyqırım da yaptılar. Ondan sonra bütün canımıza, fikrimizə, düşüncəmizə, cumhuriyyətçiligimizə və torpaqlarımıza indiyədək hələ də əl çəkmirlər. Hələ də bunların demək ki, o cırnaqları, qanlı cırnaqları Azərbaycandan çəkilmir. Azərbaycan hər tərəfdən çalışır ki, özünü də, bölgəni də bunların bu orbitindən, bunların bu cinayət əməllərindən qutarsın. Hələ də bunlar yalan deyirlər. Gəlirlər, gedirlər, ay Putin gəldi, kimsə gəldi Azərbaycana, ay yedi işdi. Biz öz o mentalitetimizə uyğun deyirik, aha, day deyəsən bu adam olur bunlar. Elə deyil, elə deyil. 150 mindən çox o demək ki, Çeçenin qanını tökən, bu günləri 10 minlərcə Ukraynalı, hələ deyil öz millətimiz, qırıb tökən cocuqlara rəhm eləməyən, qadınlara rəhm etməyən, ay demək ki, ora mənimdir, bura mənimdir və filan böyük Rusiya. Nə böyük Rusiya? Kim idiniz? Kim idiniz? Nə idiniz? Dizi üstə yerə öpə-öpə Türk xaqanlarının qulluğuna gəlirdiniz. Başınızı qaldırmağa haqqınız yoxdur. Ona görə də Azərbaycanda bu cumhuriyyətin yaranması və yaradılması zaman-zaman Məhəmməd Əmin bəy söyləyirdi. Biz heç nədən bir cumhuriyyət yaraddıq. Mən də çox zaman bu 40 sənə içində yüzlərcə saat çıxışlarda, xaric, daxil, televizyon, radiolarda, mediada demişəm Məhəmməd Əmin bəy. Yox, sizin o komanda var idi ya sizdə. O dəhşətli bir şeydi. Onunla dünyanı tutmaq olardı. Özəl bir komanda idi. Axıra kimində dayandılar. Xiyanət etmədilər. Aynən adlar çıxır, üzr istəyirəm adını çəkməkdən. Əli-Heydər, Qarayevlər zat. Onlar Azərbaycanda olan bu parlamentarizmin o demokrasisindən bəhrələnirdilər. Menşeviki, Bolşeviki filan filan. Hətta Daşnakı da ora baş soxur. Dedilər, yaxşı, gəl danış, tribun səndə. Amma gedirdilər demək ki, Rus imperiyasının qoşunları, aynən qırmızı ordu gəlir, filan gəlir, boş-boş. Çörək gətirir, süt gətirir, iş gətirir. Azərbaycanı siz də söylədiniz, o 23 ay mübarək cumhuriyyətdən sonra necə taladılar? Bu Lenin, baş cinayətkar, Dalıca Stalin. Gətirirlər zaman-zaman Stalini belə göstərirlər, mərhəmətli idi. Elə deyil. Bu cumhuriyyətin başda gedənlərin heç birisi Stalindən bir şey istəməyib. Heç kəs. Ay Bakıya gəldi Məhəmməd Əmin bəy Rəsulzadəni. Məhəmməd Əmin bəy Rəsulzadə vaxtı ilə onu demək ki, murdar quyuların içindən demək çıxardın, bu ahmağı çıxardın, eybi yoxdur, yaşasın, qoy yaşasın. Əvvələrlə köməkləyib Azərbaycanda. Ona görə mən tarixə keçmirəm. Ancaq məsələ budur ki, düzgün hanı Sovet İttifaqı, hanı Sovet? Yoxdur da. İndi Putin gedir, dayanır demək ki, hansı bir kilisada, hansı kəşişin qarşısında bir dənə də belə çəkir. Xortlayan Lenin, Berjinev, gələ deyə, nə ilə məşğulsun? Ay Cukulika gibi. Nə ilə məşğulsan sən? Sən çəkirsən, sən filan çəkirsən sən. Ona görə hanı Sovet İttifaqı? Amma cumhuriyyət var. Bu cumhuriyyət qoqnuz quşu kimi otun, əlon içindən çıxdın. Var olsun millətimiz, var olsun dövlətimiz, var olsun ordumuz. Və bugün Azərbaycan, siz də söylədiniz, Azərbaycan bu günləri dünyada tanınır, varlığı tanınır. Və bugün özü yox, qonşu ölkələri də, yəni o zaman birinci bünövrə qoyulanda o Seyim, Qafqaz Seymi var idi. Kimsələr ihanət elədilər, kimsələr qaçdır. İndi ermənilər çəkin, çəkirsiniz də. Görün, əl çəkmir, canınızı alanacaq, gələcək, buraxmayacaq. Şölədən əl çəkməzlər, əl çəkmir. Və yaxud Gürcülər, görün, asılı qalıbsınız. Cərcənə qalıbsınız və ya Qafqazlar, hani böyük Qafqaz? Bu vaxtıyla ihanətin demək ki, cavabı idi ki, Ruslar gətirdilər. Ay Sovet adına, kommunizm adına, ay demək ki, hansı sinif gəldi, hansı vurdunuz, elə demək ki, fəhlə sinifinin belini qırdınız. Kətsinin, ondan sonra təsərrüfatının belini qırdınız. Ziyalıların belini qırdınız. Amma bu cumhuriyyət yaşadı. Mübarək olsun Güneyli, Quzeyli, Təbrizli, Ərdəbilli, Bakılı, Sumqayıtlı. Hamımıza bu gün mübarək olsun. Bu cumhuriyyət bizim. Bayrağımız dalğalanır, dövlətimiz vardır, əlbəttə. Əloğludur, bu bölgə gedir. Bu bölgə Doğu şərəfəsindədir. Və bu günləri başqa yerlərə hay-küy salırsan, deyirsən ki, bunların cəyənvəyəni nədir? Deyirsən ki, bəli, bəllidir, Marco Rubio ünləri demək ki, İrəvandadır. İsrağa gün deyək ki, Avropalılar hamısı İrəvanda idi. Bakıya da baş çəkilər, amma bilirlər.
bu işin başını Rus da bilir, Avrupa'da bilir, Amerika'da. Ve Tehran rejiminin ölümcül halda olan aynen velayet eden, o da Türk'dür ha. Velayet eden elə ölür. Əzrail kəsib qabağın ənginin altın tutur ki, sıxa. Deyir ki, nə deyir, Zəngəzur. Öyle də tovbalar elə, nə Zəngəzur, nə deyirsən sən? Amma biri də çıxıb deyər də yine başla, qardaşım bu da bizim türkümüzdür da. Sənin türkündən çox olub o şeylər, Türk dünyasına, Türk dövlətinə, Türk millətinə əhanətlər yapıblar, əhanət ediblər. Qurtuluş yolumuz Cumhuriyyətdir, parlamentaristdir, sekular. Bunu Azərbaycan dövlət başçısı da hər zaman bəzi sekular olmayan, dünyəviçi olmayanların gözünə baxa-baxa deyil. Mən sekularçılığı davam etdirəcəm. Və bu töölüş yarası ki, bütün bu Sovet İttifaqının başından gəlib gedən onlardan öncə də olanların ürəklərində yara idi. Onlar parçaladılar Azərbaycanı. Ay bu günləri tarixə tapşıraq. Orası başqa deyib, biz də başqa oldu. Nə oldu? Şalvarını dəyişdin oldu. Yamaşını dəyişdin, sən başqa oldun. Güneydəki başqa oldu. Biz bir millətik. Parçalanmış millət, parçalanmış ölkə. Kim parçalayıb bəllidir. Hansı düşman? Bunu Azərbaycanda şərəfli millətimiz vurdu, çıxartdı bu Rusi. Çapalaqla vurdu, çıxartdı. Qarabağda da bu erməni dövdü. Erməniyə bax. Erməni dövdü. Bu Rus'udur. Bu Rus imperiyasıydı. Vaxtıyla Məhəmməd Əmin bəy Rəsulzadə Nəriman Nərimanovun sinəsinə yumruğu qoyanda deyib, bura bax. Bu Rus işğalçısıdır gəlir. Qurtarıcı deyil. İşğalçıdır gəlir bu. Ay çıxırlar ki, yox, sonra Nəriman Nərimanov 15 batman qızıl verdi Türkiyədə o demək ki, o qurtuluş hərəkatına filan. Ya, məsələ başqa şeydir. Nəylə nəyi örtbasır etmək olmaz. Cumhuriyyətimizi qana çəkdilər. Gəncədə soyqırım yaptılar. Azərbaycanı qarət elədilər. Generallarımızı, zabitlərimizi qırdılar. Hamısı. Və Lenin bu mənfur, bu adam ya dedi ki, başını ya yandırın, ya alın. Və Xumeyni də ki, ondan az cinayətkar deyir. Bu Xumeyni də deyirdi, gedin Təbrizi ya alın, ya da oranı bəni istədir. Bombardıman elə. Eyni şeydirlər. Aşağı yuxarı emperyalistlər nə qədər bunların canı çıxsa, Türk millətinin demək ki, qurtarışı və xoşbaxt günüdür. Yəni cənnət dövrüdür başlayar bu Azərbaycanda da və bütün Türk millətinə də, Qafqazlarda da. Ona görə də bu günləri bəziləri dost ölkələrdə də başqa yerlərə getməklə, ay gedək, görək, ərəblər nə işlə məşğuldur, onlara bir əl atalım. Ərəblər özləri getsin, başlarını qorursun. Bunları var, silahları var, dostları var. Bir dəfə də əskik gətirəndə də demək ki, İslamı da istəyirlər ki, demək ki, özlərinin zadına keçirdələr, qəbalələrinə. Amma bizim yolumuz, Sayın Prezident İlham Əliyev də dəfələrlə deyibdir, düzdür. Prezident İlham Əliyev dəfələr deyəndə də bunun nə iqtidardaşı, nə müxalifətdəki, bu qələm əllərində olan, onların da biri dəsi çıxırdı, İran böyük dövlətdir, şiə qardaşdır, aman gəlin qoruyaq, desə götü yazdılar bir. Bu da deyir ki, sekularçılıq, dünyəviçilik, xalq cumhuriyyətindən. Götü yazda ondan yazmalılar. Bütün 50 milyon Azərbaycan deyil. Və nə oldu sizə? 50 milyon Azərbaycan, hansı Azərbaycandır? Dövlətini sevən, bayrağını istəyən, atributlarını, rəmzilərini, dövlətini, elə cumhuriyyət deməklə ağız şirin olmaz. Cumhuriyyətin demək ki, kuralları var. Onu qəbul etməlisən. Parlamentarizmin və parlamentçılığın seçki ilə, oyun hər bir vətəndaş. Məhəmməd Əmin bəy deyəcək ki, deyirlər, nə yaptın bu 23 aylıqda? Ailə getdi, dostların qırıldı, özün hansı günlərə, cəlay vətən oldun haralardan haralara, təhqir olundun. Hər nə olmuş olsa o 23 aylıq içində dadızdırdıq azadlığın dadını azad olsa və demokrasi, yəni bu cumhuriyyətin ayrılmaz parçasıdır demokrasi. Demokrasi, yəni millət özünü toxtaq hesab edərək, qarnı tox, millətinə, dövlətinə dayanaraq gedər seçkiyə, seçər və istədiyini məclisə göndərər və məclisdən xoş nəğmələr gələr. Və bu günləri Avropalarda görürsünüz ki, məclislərdə, dövlətlərdə vardır, 3 il var, 4 il var, durur, belə də səssiz gedib. Bu İsveçdə dəfələrlə görmüşəm. Baş nazir olub, indi bu da burada elə mən elə keçəndə demək ki, yel atır, çərxə ilə, velosiped ilə keçəndə görürüm, adam da velosiped ilə gedir, baş naziridir. Qutardı mandat periyodu, hoş gəldin. Belə də gedir gecə saat 12-də. Amma Cumhuriyyət bunları gətirib. İndi dünyada qadın haqları deyilir. Azərbaycanda bu gətirilib əvvəldən. Və sonradan və bu Cumhuriyyətin ənənəsinə hamı, istər İran adlanan yer, istər Azərbaycanın güneyində, istər bölgədə
və istər Anadoluda Mustafa Kemal Atatürk də çıxır söyləyir, dəfələrlə demişir. Ey Məhəmməd Əmin bəy, mən bayrağı sənin əlindən aldım. Bu bayraq enməyəcək. Endirə bilmədiniz. Təhqir olunduq, tüpürdünüz. Bizdən öncəki öndərlərimizə, millətimizə qarşı çamur attınız bu bayrağa görə. Ailələri başsız qoydunuz. Pan-Türküz dedik. Türk olaraq yaşayırıq. Türkü sevmək, Türk ilə bir olmaq. Açıq demək ki, onda Azərbaycan dövlət başçısı çıxıb deyir ki, bu ailədən başqa, bu qohum ağrabadan başqa bizim qohum ağrabamız yoxdur. Onda o da pan-türküzdür. Biz Türk sevmək nə oldu? Ərəb birliyi, Ortodoks birliyi, ondan sonra Avrupa birliyi, Amerika İngiliz-Saksonları, Avrupa birliyi, ay megadan tutmuş. Hamısı olar. Biz millətimizin adını çəkəndə qorxursunuz bizdən, bəli. Bizim bölgümüz sizi qorxuya salır. Amma qorxmayın. Bu cumhuriyyətçilik çağdaşlıqdır. Çağdaşlıq deyilib qoyulub. Çağdaşlıq. Bugün əgər bu Avropadan, bu dünyadan alırsan maşını, kostumu, nə bilimi, ot koloni, hər nəyi və turist kimin gedib gəzirsən, onun o mədəniyyətini də götür. Onun götür o mədəniyyətini, siyasətini də götür. Özündə götür. Ona görə də bu günləri bizim hamımızın bayramımızdır. Söylədim, kasıbın da, varlının da, zənginin də hamımızın bayramımızdır. Bu cumhuriyyət yaşayacaq, əbədüddəhr yaşayacaq bu cumhuriyyət. Ona görə ki, biz cumhuriyyətçiyik və biz bunu qəbul etmişik. İstər Anadolu'da olsun, istər Azərbaycanda və getdikcə də bu cumhuriyyətin demək ki, o ənənəsi hər tərəfdə Türk dünyasında da qəbul olunur və Azərbaycanın güneyində də ki, yaxındır istiqlalı, bağımsızlığı. Bağımsızlığı heç bir şey dəyişməz. Dəyişməyəcək də. Bağımsızlıqdır ki, dövləti gətirir. Dövlət ki, milləti ruhlandırır, milləti eğitim verir millətə. Milləti demək ki, millətin özünə güvəndirir və dövlətinə güvəndirir. Bayramımız qutlu olsun. Cumhuriyyətimiz əbədüddəhr yaşasın. Var olasınız. Çox sağ olun. Bu fikirlərinizə görə təşəkkür edirik. Növbəti suallarımız olacaq sizə. Əjdər bəy, qısa bir fasilədən sonra davam edəcək. Yayımı bəyənib, kanala abunə olub, bildirimləri aktiv etməyi unutmayın. Bəli, dəyərli tamaşaçılarımız, Media Türk TV-nin efirində an etibarı ilə baş verə bilən və gerçəkləşən ən önəmli hadisələri müzakirə edirik. Nələr yaşana bilər və hansı situasiyalara biz hazır olmalıyıq bölgədə, regionlarda, ətrafımızda cərəyan edən döyüşlər, müharibələr, münaqişələrin gətirdiyi təhlükələr, risklər və bunların bizi qarşı-qarşıya qoya biləcəyi mənzərə nədən ibarətdir? Bunu aydınlatmağa, keçərliləri sizə çatdırmağa çalışırıq. Mütləq yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın. Biz də təbii ki, müzakirəmizi qaldığımız yerdən davam etdiririk. Əjdər bəy, İran ərazilərinə, xüsusilə konkret desək, Bəndər Abbas limanı istiqamətində Amerika Birləşmiş Ştatlarının hava limanı bölgəsinə hərbi obyektlərin yerləşdiyi istiqamətlərdə ağır zərbələr endirməsini görməkdəyik. Bu barədə artıq xəbərlər, məlumatlar İran mediasında yer alır. Sepah da bunu təsdiq etdi və Sepah daha sonra rəsmi açıqlamasında qeyd edir ki, Amerika Birləşmiş Ştatları Bəndər Abbas limanı ətrafındakı hərbi obyektlərimizi vurdu, hərbi həmlələr təşkil etdi, zərbələr endirdi. Biz də cavab olaraq Amerika Birləşmiş Ştatlarının hücumları təşkil etdiyi istiqamətlərə cavab zərbələri vurmuşuq. Yəni bu artıq açıqlamalar, mediada gedən məlumatlar bir daha onu deməyə imkan verir ki, Amerika Birləşmiş Ştatları İran arasında yenidən daha bir müharibə başladı, hücumlar həyata keçirilir, ardıcıl zərbələr var. Nə gözləmək olar? Sizcə Amerika Birləşmiş Ştatları bununla İranda indiki həmlələrlə konkret hansı hədəflərə nail olmağı düşünəcək? Hədəf kimi nəyi seçəcək? Trump və onun ətrafındakı komandanın digər üzvlərindən buna qədərki mərhələdə ardıcıl açıqlamalar gəlirdi ki, İran bizim şərtlərimizi və qoyduğumuz tələblərə uyğun olaraq müəyyən təbii ki, razılaşmalara əməl etməlidir. Bu olmayacağı təqdirdə növbəti dalğa, bundan sonraki mərhələ İran üçün daha çətin olacaq və biz zərbələrimizi endirəcəyik. İran artıq hərbi şəkildə bu cür hadisələrlə üzləşəcək ki, başqa bir yolumuz da bizim qalmır. Çünki əgər ya masada gəlib şərtlərlə razılaşırlar, qəbul edirlər, müzakirə edirik, buna uyğun olaraq səslənən fikirlərə əməl edilir, edilməyəcəksə ikinci alternativ seçim təbii ki, yenə də geniş miqyaslı hücumların və Amerika Birləşmiş Ştatlarının zərbələrinin endirilməsi olacaq. Bunu Ağ Evdən olan bir çox dövlət rəsmiləri Trump, Rubio və digərləri ifadə edirdilər. Artıq dünənki hücumlar da bu deyilənlərin bir növ hansısa bir səviyyədə təsdiqini göstərir və xüsusilə Trumpın bir açıqlaması da diqqət çəkdi. Körfəz dövlətləri, Ərəb ölkələri, müsəlman dövlətləri artıq gəlib İrana qarşı müharibənin
gedişində iştirak etməlidirlər. Amerika Birləşmiş Ştatlarına dəstək verməlidirlər. Özlərini qorumalıdırlar. Təkcə düşünməməlidirlər ki, Birləşmiş Ştatlar ilə hava məkanına nəzarət edəcək Bəhreyni, Küveyti, Qətəri bunları qoruyacaq. Onlar özləri də nəsə etməlidirlər. İrana zərbə endirməlidirlər və özlərini qorumaq üçün hansısa addımlara getməlidirlər. Bu yöndə də çağırış səsləndirilib Trampdan. Nə gözləyə bilər indiki hücumlardan, zərbələrdən? Həmin dövlətlər də Ağ Evin, Amerika Birləşmiş Ştatlarının yanında gəlib yer alıb, hücuma qoşulub İrana zərbələr endirəcəklərmi? Yoxsa ümumiyyətlə bu gedişatda Amerika Birləşmiş Ştatları nəyə nail ola biləcək? Yəni belə ki işlər görünür. Onun bəlkə demək ki bu demək ki iceberg'in bir ucudur. Yəni nələr görür? Bu Amerikadır. Zarafat dövlət deyil, dünyanın birincisidir. Yəni Xi Jinpinglə də görüşdü. Putinə də deyir ki, bura bax, artıq açıb danışsan, cənab Zelenski burada, mən burada, filan burada. Görürsünüz də Ukraynada da. Ukraynada indi cənab Zelenski deyib, ordu yaratdıq. 900 minlik, 900 min nəfərlik ordu geri oturmur, qaçmır, gedir, demək ki, işgəncələrə həbs olunur, əsir tutulur. Zindanlarda Rusiyada, Rus saldatının əlində gör başına nələr gəlir. Cinə çıxır, şad, gülə-gülə, belə demək ki, şındılı bura-bura, çıllıq ata-ata çıxır, hazırlaşır, bir də savaşa. Dünya qarşılayır, dünya demək dəstək verir. Bilirsiniz, Putin bir dənə ahmaqlıq elədi ki, demək ki, Avropanı Avropa elədi. Avropa ki, simicliyə adət etmişdi, pulları bastırırdılar filan. Avropa, nüvə silahı var. Silahı var, Almaniya qısasını alacaq səndən, əl çəkəsi deyil. Almaniyanın yerinə yeksan eləyibsə. Almaniyanın dedikləri təmiz qanımız, o təmiz qana çirk atıbsan sən. Propaganda ilə də belə göstərdin ki, qalib gəldin, qayıtdın bizim başımıza, demək ki, qan çanağı tutdun o işğala aldığın ölkələrdə. İndi nədirsə, demək ki, orada əsli qaçırsan ay Xi Jinping'ə, ay demək filan, kimdir sənin demək ki, arxanda duran? Amma Tehran rejiminə. Demək ki, baxın ha, çərxi fələk tərsinə devran edir. Tehran rejimindən çıxırlar hələ demək ki, hansı cırıqda gizləniblər, sıçan deşiyində bir-birini görə bilmirlər. O deyir ki, ay bura bax, ay demək ki, özləri də ələ salır. Ana ki, ay icra qüvvənin başçısı, sənin haqqı var interneti azad edəsən. Bax ha, belə qalırlar, kim kimədir? Hərdən hansı lotu, hansı terörist, lotular, diyarı, cinayətkarlar. Əgər dünya demək ki, öz həyatının arxasında, bağçasında bir terörist qrupa izin verəcək ki, orada oturacaqlar, pullar gələcək, ay Trump da pulları 160 milyar, 120 milyard, 160 milyard dolar da hələ bismillah göndər, Qatardan biz götürə, Qatarda ki, nə göndərdi, nə pulu, nə filanı. Hələ vaxtıyla, demək ki, o güllü baharlı olan vaxtında 7 milyard dolar dedi, pulumuzu Cənubi Afrika göndərsin filan, dedi, hə deyəsən göndərmişik. Gəldi Qatara, Amerika dedi, onu qəpicine dər vura bilməzsiniz. İndi də cənab Trump da deyir ki, demək ki, pulumuz söhbət yoxdur. Baxın, görün, çərxvələk tərsinə devran edir. Bunlar belə danışırlar ki, elə bil ki, Tehran rejimi pulu ilə, silahı ilə, gücü ilə və millətlə. Millət elə bunun dağıb arxasında, elə bil bizdəki 44 günlük savaşda necə bu millət, bu ordu, bu dövlət, hamısı, iqtidarı, müxalifəti, hamısı birləşdi, erməninin dolayısıyla Rusun belini qırdı. Sənin qanına yeyilir oradakı millətlər. Hər gün dar ağacda. Sən əgər qorxun yoxdursa, niyə belə adam asırsan bu gündə? Niyə belə adam öldürürsən günahsız insanları? Bütün millətlərdən, əsas Azərbaycanlardan, zindanlar da dolu. Ona görə də Amerikaya hədə gəlir ki, belə istəyir ki, daxilə bunu xəşləyir, bölgədə yalandan bir xof yaradıblar və biri də siyasətçilər də özəlliklə qonşu ölkələrdə demək ki, oyuna gəlirlər. Yalandan qorxmuş göstərirlər. Filan da bu Tehran dövlətidir, da gələr, da belədir filan. Nə Tehran dövləti? İslam dünyasının içində bir ləkədir bu. Bu şiəçiliyi İslamı kullanıbdır bölgədə, terörü yayıbdır. Hər kəsin Ağ Evin qapısına açaq. Və demək ki, İngiltərə hər yanda, İskandinaviyada hər yanda terörçüləri doldurubdur. Qurtarmır, kökləri yox, tapus kimin yayılıb hər yana, bunu dünya bilir. İndi NATO'da, Avropa Birliği'de hamısı da ve Amerika'sı da hamısı. İndi də deyir ki, Trump deyir ki, bravo, Oman 7 başlı oynamayacaqsan, belizi qıraram deyir. Oman'a deyir, belizi qıraram, oradan aldı, çıxıb atlanıb zorda. Və yaxud Pakistandan.
Pakistandan. Sən özün elə yaratdığın Talibandan canın qurtarmır. Xi Jinping'ə demək ki, hər kəs də qasır, ya ki, mən Xi Jinping'ə də baş vurub gəlin mən də filan yiyim. Ölkənin daxilinə yetişirsən. Yox da bu sülh amandır, gəlin sülh eləyin. Əgər qorxmursansa Pakistanda, sən niyə uçaqlarını demək ki, Səudi Ərəbistanda yerləşdirirsən? Niyə orada ordu bölmələrini gizlədirsiniz, aparırsınız və filan? Bəs onda qorxursunuz. Terrordan qorxuruz, yadından bəyə çıxdı bilir bundan qabaq Tehran rejiminin uçaqları gəldi, bombardıman elədi Pakistanda. Siz də məcbur olaraq demək ki, əksiz cavab verdiniz. Ona görə hamınız təhlükədəsiniz. Hamı, bu bir dənə dəvədir, hamının qapısında yatır. Hər gün Azərbaycana qarşı sayaqlayırlar, yazırlar, gələrik. Hələ o xoş vaxtınızda gələ bilmədiniz. Gəldiyi biri də türk idi. Demişəm dəfələrə, yenə deyəcəyəm. O bağırı, toz oldu, toz elədilər. Durdu Orazın kənarında dedi 4000 dənə füzə Azərbaycana endirəcəyik. Mən də o zaman deydim, elə Bakıdan, elə bu tribunadan dedim, birinəndir, birin. Onda gör nə olacaq. Toz elədilər, gedi, hani, hardadır, necə oldu? 12.000 yalancı türklər. Yalancı türklər, çoxdular. Elə mən türkəm deməklə deyir. Sən türksən, Azərbaycan dövləti özəlliklə, daxildə də, xaricdə də, Türkiyədə də, Anadolu'da da, Qırğızstanda da, demək ki, siz uzaq yerlərdə də, türkün də demək ki, mənfəətini görməlisən. Yox, mən türkəm, Fars dövlətçiliyinə, irticiya, faşizmə, işğala filan hizmət verirəm. Sənin boynun yerə girsin. Biz beləncilərdə çox görmüşük. Bu günləri amma baxın görün, Amerikanı hədəliyir. Trump da, o da Camp David'dədir. Yığılıblar Camp David'də, Trump yığıb ora. Ay demək ki, Trump'ın komandasında demək ki, çətinlik gələcək, çat verib, nə çat veribdir? 1 saatlıq ənir ora. Ay demək ki, Peşkovun o nə deyirsə, ərdiklərin hamısı soğurur, tökür. Rubio əndi 1 saatlıq İrəvana və dedi ki, bu müqavilələrin hamısında qol çəkdi Mirzoyanın. Deyəsən, Mirzoyan gör, hara çatıb, bu adam Hindistandan gələni uçağı əndirir bura və Rusun gözünün qabağında. Və sən nə eləyəcəksən? Bu həziyanlar, ay Azərbaycana demək ki, bir həziyanlama, Azərbaycana, o 44 günlük savaşdan öncə həziyanlarınız var idi. Amma indi elə deyil. Özəlliklə 44 günlük savaşdan sonra, o 23 saatlıq oğlama, quşlamadan sonra Azərbaycan dövləti ki, oturdu demək ki, o yuxarıdan Ermənistana qarşı, İrəvanı aldı o demək ki, tətikinin qarşısında, gülləsinin yetərində hamısı da bilir. Və Erməni də bilir. İndiyədək bu hələ sazış imzalamamışdan öncə nə istəyiblər Ermənistana mənim dövlətim, Azərbaycan dövləti veribdir. Çoxları da tənqid ediblər. Niyə bu qazı bunlara verirsən, niyə suyu verirsən? Bax, bu günləri o çiçəklənir. Bu günləri çıxıb deyir ki, soyqırım yalandır. Və demək ki, onun içindən tanınmış siyasətçilər çıxır. Köçəryan deyir, Köçəryan dünənləri ki, hədəliyəcək, həzyan deyəcək meydanı üçün. Bir dənə səs gücləndirici əlində bir dənə demək ki, o köhnə aparatına Paşinyan qatır qabağına bunları İrəvanın sokaqlarında qatır qabağına nə deyirsə, sürü kimi qatır qabağına. Deyən görüm, niyə dirirsən sən? Gəc edək Qarabağa. Gəc edək onunla görə Azərbaycan özəl qüvvətləri, yəni nə mənə. Onda görərsən, qalırdınız da, canınız var, qalırdınız. Ben niyə dirirsən? Paşinyan belə deyir. Nədir? Ona görə də tutmadı, mən demişəm. Ay bir dənə demək ki, Karapetyanı gətirəcək. Bir dəfə gətirdilər bu Gürcistanda. Ivanishvilini gətirdi Rusiya, orada demək ki, yaptı. Azərbaycanda çox çalışdılar. Gətirsinlər bir dənə Rusiyadan, Putin əmr eləsin, vassaldır, göndərim ora. Axır dəfədə də çalışdılar. Ay Robenindən deysən, o filanı gətiririk. O da Azərbaycanda, zindanda, o proje Azərbaycanda getmədi. Və İrəvanda da getməyəcək. Ay pulla gəlir. Nə oldu? Ivanishvili gəldi, Gürcistanda pul payladı mı? Cənab demək ki, o prezidentin orada Gürcistanda gətirdiklərin hamısını məhv elədi. Ona görə bu günlərdə cərzənə qalıblar. Əlaşları da yoxdur. Bu günlər durub demək ki, baş nazir gəlir Azərbaycana, Azərbaycan dövləti ilə razılığa gəlir ki, yolu açsın bizlə demək ki, gəliş gedişə bilir sabah nə olacaq, sabahlar nə olacaq. Az qalır, 4-5 gün qalır. İyunun 7-sindən sonra nələr olacaq? Yollar açılır, hər şey bəllidir və bu günlərdə burada Amerikalılar açıq oynayırlar. Açıq. Bu Rusların həzyanından sonra açıq. Və başqa məsələlər də var. Mən ona keçmirəm, uzun çəkər. Amma
bu günləri Azərbaycana qarşı, ay demək ki, Tehranın bu qalıntılarına deyəsiniz ki, oradan da siz Azərbaycana bir atmaca atın, biz də bunlar dövrlər keçib, emperyalist dövlətlərin o formada dövrü keçib, heç bunu Çin də cəsarət eləyə bilməz. Anda qalıb ki, bu demək ki, qorqanatı qırılmış Rusun içində Putinin özləri, bu Rusun içində olanlar çəkib cırıb dağıdacaqlar. Dayan hələ. Bir yandan da demək ki, Ukraynanı sən durub gedəcəksən Kiyevdə, bir yandan sülhdən danışacaqsan, atəşkəs olacaq, gedəcəksən, Donbası sənə verəcəklər. Və Türk dövlətləri, bu Türk milləti Krimi sənə verməyəcək. Kimisinin dostluq eləysən elə, kimisinin ruhunu alırsan elə. Nə Azərbaycanın güneyini, Tehran, Fars şavinistlərinə, belə hamısı dinsi olsun. Hamısı belə Türk olsun. Azərbaycanı sizə verməyəcəklər. Bu dövlətin varlığı yerindədir. Bu dövlətçilik ənənədir. Demək ki, otun əlovun içindən çıxıb bu Azərbaycan Türkünün dövləti eləyə bilməyəcəksiniz. Krimi də sizə verməyəcəklər. Verməyəcəklər. Deyən bu Ukraynada bu millət halal, ana sütündən də halaldır Ukraynada bu dövlətin güclənməsi, bərpası. Çox da gözəl cümlədir. Dünyanı alıb arxasına və dayanıb orada. Birisi demək ki, dövlət başında sağlam bir adam dayanıb orada. Heç kəsə də rəhmət eləmir. Deyir ki, mənim sağ əlimidir, hər kəsidir. Orada yeyintiyə əl atıbsa, geçsin məhkəməyə. Heç adını da çəkmir. Nə olsun ki, bir həftə qabaq yollamışdım Amerikalılarla danışsın. Ona görə də Sayın Heydər bəy, bu həziyanlar o Kremlində demək ki, adamın demək ki, yuxu görür, səsi başına düşür o saraylarda. Bunlar batmaz, özəlliklə Azərbaycanda. Azərbaycanda bizim millətimizə, bizim dövlətimizə düzdür. Bu günlər oradan, buradan demək ki, mezahlar gəlir, bu dövlətə batışa bilməyəcəksiniz. Niyə? Bunu da dəfələrlə Azərbaycan prezidenti də deyib. Bu ölkədə, bu bölgədə bu 50 milyonluq Azərbaycanın səsini sustura bilməyəcəksiniz. İmkansızdır. İmkansızdır belə. Ay sabahları gedəsiniz hansı deşikdən. O ikinci imam zaman deyilən adam gizlənib deyir, indi müştabadı ilə filan hər nə. Bu Xameneyi gətirəsiz. Başlaya demək başlanaya, Şəhriyardan, Heydər baba, mənim halım yamandır, qorxusum qırılıb, gözüm görmür, əhvalatım yamandır. Gələ belə Bakıda da oxuya, bu millət inanmayacaq. Şarlatanları yola salasınız, bu da Rusun əmri ilə. Elə bu günlərdə siz Sayın Heydər bəy, baxsınız bu Facebooklara görürsünüz, Rusiyada hansı bazarlarda, hansı metroda bəzi adamların şəklini çəkib yayırlar, əlində belə göstərirlər, elə bu Xameneyi diri deyib, bu da buradadır. Rusiyada gəzir burada filan da. Deyəsən, yaxşı oyun, ələ salırlar. Və məsələ buradadır ki, bu günləri bir şey də vardı ki, düzdür, məni bağlamaz, mən dövlət görürəm. Azərbaycanda millətimi, dövlətimi, ordumu görürəm. Ay bu günləri, ay kimsə iqtidarda, kimsə müxalifətdə, mən nə bilim bunun şəxsi həyatı nədir? Bəli, əsas onda bizə burada çoxunçuluğun, millətin çoxunluğunun dövlət, Azərbaycan, vətən, millət, dövlət demək ki, bunu qəbul edənlər əsas nöqtədə bizim millətimiz birdir. Və buna da bunlar bilirlər ki, bata bilməyəcəklər, bata da bilmirlər. Aparıcı dövlətdir. Türk dünyasının bu günləri Azərbaycan düzdür. Türkiyə Cumhuriyyəti dövlətini kölgəyə salmırıq. Dövlətimizdir və gücü, imkanları hamısı həm bizə halaldır, həm də demək ki, varlığı bizə demək ki, dayaqdır. Amma Azərbaycanın bu günləri Qafqazlarda, burada, yəni yolun boğazında, burada dayanıb demək ki, bayrağı dalğalandırıb, Türk dünyasını pulu ilə, imkanları ilə, Üzbəkistandan, Qırğızistandan, Qazaxıstandan belə, hamı deyirdi ki, Qazaxıstan əldən getdi, qurtardı da, Rus elə keçər. Hani, ola bilmədi, ola da bilməz. Bu dünyanın çağdaş, biz çağdaşdırıq. Çağdaş dünyanın demək ki, bu kurallarından kimsə aşa bilməz. Yox, yenidən gələcəklər, Rus saldatı yalamanı keçəcək və yaxud Azərbaycanda. Hansı demək ki, qalıntıra, kimsə atlanıb gedibdir, hansı zamanda Rusiyada milyarder olub. Yığıldılar bir zamanda, milyarderlər nəmdəmənə dəstəsi, nəmdəmənə düzəltdilər. Oradan da Azərbaycana siyasətçilər impozə etməyə çalışmağa başladılar. Rusiyada milyoner və Rusiyada milyoner olmağa nə var? Elə bizdə Azərbaycanda da var. Bu günləri lapdan milyarder Rusava görürsən dövlət düşmanıdır. Dövlətin malını çalıbdır, vergiden qaçıbdır. Ondan min dənə oyunlar bilirlər. O Sovet nə deyirsə, kağız mağazı ilə məşğuldur, o oyunlardan çıxırlar. Amma dövlət buna aman vermir. Azərbaycanda da bu günləri, bu çağdaş, modern dövlət, bu dünyəviçi, sekular dövlət, laik dövlət, bu sekular dövlət, modern, çağdaşlıq, burada irticaçıların, mövhumatçıların, gerizəkalıların, bunların düşmanıdır bu fikirlər.
necə ki, cümhuriyyətdə qoyulubdur. Hamısı qorxur cümhuriyyətdən, real cümhuriyyətdən, çağdaş cümhuriyyətçilikdən. Bunlar qorxurlar. Ona görə ay bu günləri, ay Rus gələr, yox ay Rus gələr, Trumpla Putin qalxar belə elə, geçsin eləsin də. Geçsin də 2 dənə də artıq zad atsın Ukraynaya. Axşamsağı demək ki, Ağ Evin o, nədir, bağışlı onu, o Kremldəki o başdakı olduğu zad gəldi necə vurdu Ukraynalar. Evindən gizlin gəzir indi qorxusundan. Və Ukraynanın bu cür irəliləməsi Rusiyada çoxlarının hoşuna gəlir. Ürəklərindəndir, gəl bizi bu Putindən qutar. Vaxtında biri də qız qrupu vardı, mani oxuyanlar gedib kilisalarda oxuyarlar. Ey Allah, ey Tanrım, bizi bu Putinin əlindən qutar. KGB dövrü bitibdir. Bu sistem bitibdir. Bartel dövrü bitibdir. Burada var dövlədir. Özəlliklə Qafqaz. Qafqaz azad olacaq. Bu Qafqaz da bu günləri Azərbaycan başda olmaqla gəlir ardıdan. Başda olmaqla o imkanlarla küllü Qafqaz azad olacaq. Qafqazın başına bir dənə qara çarşaf atıb Ruslar 100 ildən çoxdur. Və demək ki, o Çeçendəki o millətin qisası alınacaq və bu Azərbaycandır. Hələ qoy çoxları vardırlar ki, Azərbaycanda. Mən hamını qaralamıram. Tarixçidirlər. Amma aşağıda Rəsulzadə adı gələndə titipitiyə düşürlər. Cümhuriyyətin. Gendən elə bil ki, ufular gəlmişmiş Azərbaycanda 108 il bundan öncə elə deyildi. Bu Rusudur. Bu Rus saldatı idi. Bu Rus demək ki, NKVD-si və yaxud demək ki, çeşitli dəstələri idi. Qırdı bizim millətimizi. Yox da Stalin də mərhəmətli idi. Heç mərhəmət yoxdur. 10 milyon. Hitlerdən çox faşistdir. Nazist də nazistdir. Biz onu yaxşı bilirik. Düzdür, bizim millətimiz, bizim öndə gedən siyasətçilərimiz polemiki, danışığı, onunla diyalogu bacarırlar. Bizimkilər meydanı açılanda dövlət adam kimi gedib Versayda da Əli Mərdan bəy kimi, Məhəmməd Əmin bəy Rəsulzadə kimi demək ki, Osmanlının o çətin günlərində saraya girib demək ki, sultanla danışmağı bacarır, ordu demək ki, hazırlayır. Bizimkilər bacarır. Amma gedib düşmanın əlhacatı olmaq, əhanət etmək, düşmanı özünü satmaq, bunların demək ki, dövrü keçib. Bunlara da kimsə demək ki, girişə bilməyəcək və bugün Azərbaycanda biri də ağzına su alıb oturur. Ya, Trump gedəcək, Netanyahu canın hayında istəyir bunlardan bu terördan. Zəhmət olmasa elə son fikirlərinizi alaq, verişimiz yekunlaşır. Bəli, bu nüvə silahından nüvəni qıdalandırıb, götürüb gizlədiblər, pişik balaları gizlədən kimi. Nə Tənzdəmi, o Çoğlan-Şuhdami, ondan sonra demək ki, çeşitli yerlərdə özləri də deyirdilər. Deyirlər, İran adına yer, böyük yeri gizlədəcək. Amma onlar da deşikləri yerin bilirlər. Elə bilsin, indi deyirlər, nəfəs aldıq, atəşkəs oldu və demək ki, güclərimizi formalaşdırıq. Hara deyirsən? Onlar vaxt tapıb qalan adamları da bu səfər sır yazad ediblər. Dənə-dənə vuracaqlar. Hara deyirsən? Hamısı bilirlər. Evlərinizin içinə kimi CIA-in də, Musad'ın da özünkilər satacaqlar və satırlar. Hansı güclə, hansı pılla, hansı imkanla indi yalvarırsınız. Kimsə bizə pul versin. Ərəb ölkələrində də, Körfəzdə də Trump da deyir, çəkilərəm, dədəsi yandırarlar ərəb ölkələrinə. İstər Əmarat olsun, istər demək ki, Qatar olsun. Düşür bir dədə ortaya. Ay Qətərdən, Ommandan da biz arabuluculıq edirik. Siz kimsiniz? Yer sizi bu terörist. Bu terrordur. Dünyanın, dövlətlərin, millətlərin azadlığın, rəfahın, sosial həyatın düşmanıdır bunlar. Ona görə də bu günləri bizim Azərbaycanda bütün çətinlikləri özəlliklə bu yüzildə inkar etdilər, çalışdılar, nə etdilərsə bu cümhuriyyəti, bu Rəsulzadəni, bu bayrağı silsinlər, yapa bilmədilər, yapa da bilməyəcəklər. Əsarətli olan millətlərin dövrüdür və bizim də dövlətimiz də güclüdür, güclənəcək də və yolu da bəllidir, yol xaritəsi bəllidir. Cümhuriyyətçilikdir, parlamandır, tolerançılıqdır, çoxunçuluqdur. Ondan sonra bunların hamısı bu dövlət insan haqlarıdır, qadın haqlarıdır. Bunların hamısı yerini alacaq. Bu millətin istəyidir, bu millətin gündəlikindədir. Buyuruz. Çox sağ olun Əcər bəy. Canlı bağlantımızda olduğunuza görə bu fikirlərin səsləndirməsi çox vacibdir. Özəlliklə bugün də eşitmək çox önəmli idi. Buna görə bir daha ayrıca təşəkkürümüzü bildiririk. Bir daha sonuncu kəlmə. Bu cümhuriyyət bizim. Cümhuriyyətimiz qutlu olsun. Çox sağ olun, var olasınız Əcər bəy. Biz də sizi təbrik edirik. Belə, dəyərli izləyicilərimiz, gündəm masada verilişinin bu saat olan canlı yayın buraxılışı yekunlaşır. Bizimlə birlikdə olan dəyərli qonağımız tanınmış Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əcər bəy Tağızadə ilə birlikdə ən mühüm hadisələri və regionda yaşanmaqda olan indiki durumu təhlil etməyə çalışdıq. Yayımımızı sonadakı izlədiyinizə görə hər birinizə təşəkkür edirik.